elementlər, orta əsrlərə aid elementlər göstərirəm. Nə qədər maksimum misal üçün müasir dövr hansın ki, mən rəsmdə çəkmişəm. Azərbaycanın Neftçinoy boom deyilən bir vaxtıda, bir periodu, harada ki, misal üçün neft başladı çıxarma, Avropa ilə Şərqin qarışması mədəniyyətin. Yəni ki, o da ki, elə bir ki, 19-cu əsrin sonudur. Mənə xoşuma gəlir çox daha köhnə period. Mən çox çalışıram detallara fikir vermək. Və nağılvariliyi də var. Çünki nə qədər də eləyəndə, baxanda ilk açsa adamlar da olur ki, nağıllar nəsə möcüzəvi bir effekt yaradır. Bir müddətdən sonra bəlkə tamamilə başqa hansı bir mövzularda nəsə bir işlər olacaq. Hal-hazırda elə bir ki, buna fokuslanmışam, maraqlı olan odur.